Qədirxum hadisəsi İslam tarixinin ən mühüm hadisələrindən biri sayılır. Biz müsəlmanlar arasında elə bir kəs, hətta məzhəb belə tapa bilməzsiniz ki, bunu dansın. Hətta vəhhabilər belə bu hadisənin baş verdiyini qəbul edir. Sadəcə bir redaktə işləri edirlər ki, yox, Peyğəmbər belə demək istəyirdi, elə demək istəyirdi. Amma yəni bu hadisə bütün müsəlmanlar arasında ittifaqən qəbul olunub. Nə zaman baş verib bu hadisə? Peyğəmbərimiz hicrətin 10-cu ilində sonuncu vida həccindən qayıdarkən Zilhiccə ayının 18-də yəni Qədir adlanan bir vadidə ki, Qədirxum deyilir, həmin bu yerdə dayandı. Oradakı insanlar və zəvvarlar üçün bir xütbə oxudu. Sonra Həzrət Əli əleyhissalamın əlini yuxarıya qaldıraraq onu xalqın mövlası, rəhbəri və öz canişini təyin etdi. İndi bəziləriniz bəzi idman yerlərində görürsünüz ki, bəziləri qol vurur, ya belə edirlər, xüsusilə idmançılar edirlər. Həmin bu işarə Qədirxum hadisəsinə işarədir. Yəni ki, bir növ ki, Peyğəmbər Həzrəti Əli əleyhissalamın əlindən tutub qaldırır və deyir ki, mən kimin rəhbəri, başçısı, mövlasıyamsa, bəs Həzrət Əli əleyhissalam da eynilə həmin vəzifəni icra edəcək.